49-cu sual. Şəkildə gördüyünüz cədvəl hansı görünüşə aiddir və nə üçün istifadə edilir? Desing view və cədvəllərin strukturunu yaratmaq üçündür. 49-da da B variantı. 50-ci sual. Cədvəldə adlar siyahısında N hərfi ilə başlayan verilənlər siyahısını çıxarmaq üçün hansı ifadəni istifadə etmək olar? Burada N ulduz ifadəsini istifadə etmək. 50 E variantı. 51-ci sual. Sahəyə yalnız iki məntiqi qiymətdən biri verilə bilən tip hansıdır? Yes və no. 51 C variantı. 52-ci sual. Məsələn, burada birincidə elə demişdik, göstərmişdik. Burada bir-biri ilə digərindən əlaqəli varsa, bu şəbəkəyə aid olunur. Yəni, 1-ə D, 2 relyasiyalı, 2-yə A, 3-ə də ki, iyerarxik ağac şəkilli modeldir. 3-ə də B variantı. D, A, B. A variantı. 52-ci sual A variantı. 53-cü sual. Cədvəldə yeni yazı əlavə etmək üçün hansı düymədən istifadə olunur? 53-də də A variantıdır. 54-cü sual. Aşağıdakılardan hansı cədvəlin növbəti yazısını keçidi təmin edir? Burada B variantıdır. 55-ci sual. Aşağıdakılardan hansı cədvəlin cari yazısından əvvəlki yazını keçidi təmin edir? 55-ə də C variantı. Bu növbəti yazı bu isə C variantıdır 55-də. 56-cı sual. Aşağıdakılardan hansı cədvəlin birinci yazısına keçidi təmin edir? 56-da A variantı. 57-ci sualda da cədvəl və sorğuların lazımi şəkildə çapa hazırlanması üçün verilənlər bazasının hansı obyektindən istifadə olunur? 57-ci sualda D variantı hesabatlardan çap olanda hesabat olur.